Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizə çoxlarımızın gündəlik olaraq yediyi, amma əslində sağlamlığa təsiri düşündüyümüzdən daha güclü olan bir qidanın, yer fındığının faydaları və mümkün zərərləri haqqında danışacağam. Yer fındığı həm enerji mənbəyidir, həm ürək sağlamlığını qoruyur, həm də güclü antioksidantlarla orqanizmi xəstəliklərdən müdafiə edir. Amma düzgün istifadə edilmədikdə bəzi riskləri də var. Ona görə də videonu sonuna qədər izləməyi unutmayın. Çünki həm faydalarını, həm də ondan necə düzgün istifadə etməli olduğunuzu öyrənəcəksiniz. Yer fındığının faydaları saymaqla bitmir. Tərkibində A, D, Y, B1, B2, PP vitaminləri, biotin, fol turşusu, bitki yağları, çoxlu mikroelementlər var. Onun tərkibinin 35%-ni zülallar, 50%-dən çoxunu isə yağlar təşkil edir. Yer fındığı xolesterinlə zəngin qida hesab edilir. Yer fındığının tərkibində olan zülallar amin turşuları ilə zəngindir. Bu amin turşuları orqanizm üçün çox faydalıdır. Yer fındığı qastritlər və mədə-bağırsağın yarası zamanı xəstəliyin əlamətlərini azaldır. Onun az miqdar ödqovucu xüsusiyyətinin olması həzmin normallaşmasına, yaddaşın və diqqətin yaxşılaşmasına səbəb olur. Yer fındığı cinsi həvəsi artırır, əsəb sistemini sakitləşdirir, ürəyin, qaraciyərin və digər daxili orqanların işini sürətləndirir. Tərkibində olan fol turşusu yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir. Yer fındığının yağından irinli və sağalmayan yaraların müalicəsində istifadə edilir. Ürək-damar sisteminin fəaliyyətini bərpa edir. Ona görə də həftədə 4 dəfə bir ovuc yer fındığı yeyin və ürəyinizi qoruyun. Yer fındığı qanda olan xolesterolu aşağı salmaq qabiliyyətinə malikdir. O, ürək və damar xəstəlikləri riskini aşağı salır. Yer fındığı yemək döş, prostat və yoğun bağırsaq xərçənginin yaranmasının qarşısını alır. Araşdırmanı aparan elm adamları qəbul edilən miqdardan asılı olaraq yer fındığının ani ölüm riskini 17-21%, ürək-damar xəstəliklərindən qaynaqlanan ölüm riskini isə 23-38% azalda biləcəyini vurğulayıb. Yer fındığı immuniteti artırır, infeksiya xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Şəkər xəstələrinin hər gün bir neçə yer fındığı yeməsində fayda var. Zəif bədənə qüvvət verməkdə yer fındığı və bal qarışımının tayı bərabəri yoxdur. Qəribə səslənsə də kalorisi yüksək olan yer fındığının doğru qəbul edildikdə arıqlamaq prosesini asanlaşdırdığı təsdiq olunub. Təxminən 32 dənə yer fındığı həm 164 kalori olması, həm də tərkibində 14 qram yağ olmasına baxmayaraq arıqlamağa yardımcı olur. Belə ki, yer fındığından alınan kalori tam olaraq bədəndə sorulmadığı üçün məqbul miqdarda yeyilən yer fındığı çəki artırmır. Diyetalarınızda rahatlıqla istifadə edə biləcəyiniz yer fındığını yoğurtla da yeyə bilərsiniz. Eyni zamanda yer fındığı əzməsini səhər yeməklərində tam taxıllı çörəyin üstünə çəkərək yeyə bilərsiniz. Toyuq və ətli bəzi yemək reseptlərində də yer fındığı əzməsindən istifadə edərək fərqli dad əldə edə bilərsiniz. Ağciyərdə yarana biləcək infeksiya və iltihab kimi problemləri aradan qaldırmağa kömək edir. Sinəni yumşaldır və ağrıları aradan qaldırır. Bəlğəm gətirici kimi istifadə edilən yer fındığı əzməsi öskürək zamanı yeyilərsə, öskürəyi aradan qaldırmağa kömək edir. Əziz dinləyicilər, yer fındığının həm faydaları, həm də diqqət olunmalı zərərləri bunlar idi. Gördüyünüz kimi ölçülü şəkildə istifadə etdikdə bu qida həm enerji verir, həm də bir çox xəstəliklərdən qoruyur. Amma allergiyası olanlar mütləq ehtiyatlı olmalıdır. Çünki onun tərkibində allergenlər allergiya reaksiyalarının əmələ gəlməsinə səbəb ola bilir. Podaqa, artrit və artroz zamanı yer fındığı yemək məsləhət görülmür. Düzgün saxlanılmamış yer fındığının üstündə əmələ gələn göbələk və kif bakteriyaları bağırsaq xəstəliklərinin meydana gəlməsinə səbəb olur. Hamiləlik zamanı çox istifadə olunarsa,
bu körpəyə zərər verər və allergik reaksiyalar yarada bilər. Əziz dinləyicilər, əgər videonu bəyəndinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərh bölümündə öz fikirlərinizi bölüşməyi unutmayın. Yeni faydalı videolarda görüşmək üzrə. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.